Herkese salam, yeni vloguma xoş gəldiniz. Buralar o qədər göstərə bilmirəm tam dağınıqlığı. Buralar o qədər dağınıq. Çünki artıq Instagramda yeni formata keçirəm, vlog formatı. Arada belə videolar olacaq. Həmin videomu paylaşandan sonra paylaşacağım. Bu arada makyaj vasitələrimi sırf bu tərəfin işığı və arxa planı daha yaxşıdır deyə gətirmişəm özümlə bu çantaya yığıb ki, burada qalsın, əlimin altında olsun. Çünki bu tərəf qarışıqlıqdır. Videolarda hansı makyaj vasitələrini istifadə edəcəksiniz, yalnız onları ayıram çantaya, gətirirəm yanıma ki, belə daha rahat olsun. Mən bir dənə çox tələsirdim. Elə bilirdim çatdıra bilməyəcəm, Alisaya baxacağım. Altı işləyib vaxtım qaldı. Bir dənə buralar tez bazar yüngülvarı yığışdırım. İnşallah uşaqları yatızdırandan sonra makyaj masamızı bir yerdə yığışdırarıq. Baxarıq lazımsız nə varsa hamısını götürüb tularıq. Mən buranı sizə göstərmək istəyirəm. Pis gündədir, amma göstərəcəm. Burada kofe içmişəm ki, özümə gəlin. Baxın, hər şey hər yerdədir. Yəni çox dağınıqdır. Bunların ağzını hələ ki örtüm, çox dağınıqdır. Ay, əl vurmaq mümkün deyil. Əl vuranda hər şey dağılır. Düzdür, mənim elə çox məhsulum yoxdur və viral olan şeyləri o dəqiqə almıram. Yalnız lazım olan şeyləri alıram. Amma yenə də baxıram ki, məhsullar qarışıqdır. Mən ümumiyyətlə elə bir insanam ki, bir şeyi götürdüm, o dəqiqə yerinə qoy. Qalır orada, dağılır, ondan sonra işim daha çox artır, daha çox yoruluram. İnşallah ki, bunu da sizinlə bir yerdə həll edəcəyik. Çünki necə ki, məsələn, iş görədə yaxın dostunla danışılan bilmirsən, niyə hardan gəldi, hardan getdi. Mən ümid edirəm ki, YouTube vloglarımızda da elə olacaq, siz də mənə öyrəşəndən sonra. Çünki bir neçə vlog istəmişəm ki, danışaraq həqiqətən bilməmişəm ki, mən iş hardan gəldi, hardan getdi də çox tez bitirmişəm və rahatçılıqla inşallah yeni elə olacaq. Dediyim kimi YouTube artıq qayıtmışam. Vlogumun ikinci hissəsindən hər kəsə salam. Bugün bizim 5-ci il dönümümüzdür. Keçən dəfəki vlogda sizə Temudan aldığım bu geyimi göstərmişdim. İndi gətirib onu verirəm dərziyə. Həmin vaxt ərzində də biraz gəzirəm ki, gedim oradakı mağazalara baxım, görüm təzə nələr var və ehtiyacım olan bir neçə şeylər vardı ki, onları da aldım. Sizə göstərəcəm evə gedəndə. Paltar hazır olana kimi dedim ki, Anjelin də könlüncə olsun. Ona görə gəldik parka. İndi parkda Anjeli oynayır. Çox istidir həqiqətən. Burada oyun yeri olan tərəfdə bir kölgəlik yerdə yoxdur. Ona görə məcbur gün təpəmə dördü oturmuşam burada Anjelini göstərirəm ki, bir dənə oynamaqdan doysun. Biz gedib paltarda hazır olsun, paltarı götürək. Olmaq yeri yoxdur. Uşağı evdə qoyub çölə çıxmağa ürəyim gəlmir. Çölə çıxardanda isə belə olur vəziyyət. Yadıma düşür ki, mən hələ gedib tort da almalıyam. Bilmirəm sizin evdə vəziyyət necədir, sizin ailədə vəziyyət necədir, amma bizdə bu kimi şeyləri həmişə mən öncədən düşünməliyəm. Gedəcəyimiz məkandan alacağımız torta kimi hər şeyi hazırlamalıyam. Müşfiqə isə sadəcə qalır bir pul vermək, bir də ki, mənlə bir yerdə həmin yerə getmək. Bu mağaza o qədər xoşuma gəldi ki, çox gözəl hədiyyəli seçimlər var idi. Bir yerə qonaq gedəndə və yaxud da başqa bir şey üçün gözəl hədiyyəli seçimlər eləyə bilərsiniz. Şirniyyatlar da var, dadlar isə normaldır. Mənim seçimim hansı oldu? Videonun sonlarına doğru görəcəksiniz. Sıra gəldi aldıqlarımı göstərməyə. Normalda çox da bijuteriya alan və ya istifadə edən birisi deyildim, amma son zamanlar görürəm ki, arada belə bijuteriyalar lazımdır. İlk olaraq belə bir xalxalla başlamaq istəyirəm. Çox xoşuma gəldi. Məndə bu tipdə qızılı var, həm qolbaq, həm də ki sepi. Xalxalı isə belə bijuteriya almaq istədim, amma xanımın dediyinə görə rəngi getməyəndi. Sonra belə zərif bir üzük var. Düşünürəm ki, belə zərif aksesuarlar mənə daha gözəl yaraşır. Ya da hələ mən çox abartılı olanlara öyrəşməmişəm. Xüsusilə də belə qaşlı aksesuarları qızıl almaq mənə görə mənasızdır, çünki boşu-boşuna çəkid etdirmiş oluruq. Bir də belə bir lak aldım. Əllərim gel lak olsa da ayaqlarıma dedim, adi lakdan istifadə eləsəm olar. Bir də qaş alanı aldım. Qaşlarım son zamanlar özüm alıram və çox xoşuma gəlir. Və son zamanların sevilən saç aksesuarı. Neçə növ yoxlamışdım. Düşünürəm ki, mənim üzümə ən yaxşı bu yaraşır. Bu isə il dönümümüz üçün lazım olan xırda-mırda şeylər. Biz artıq restorana gəlib çatdıq. Həqiqətən uşaqlarsız çox gözəl, romantik bir axşam yeməyi yedik. O qədər xoşuma gəldi. Məkanın ab-havası, atmosferi həqiqətən çox gözəl idi. Arada mütləq belə baş-başa çıxıb gəlmək lazımdır. Saç makyajımı hər zaman kimi özüm eləmişdim. Necə olub fikirlərinizi mütləq mənə bildirərsiniz. Məkan isə Manzara Bakuydu. İzlədiyiniz üçün çox təşəkkür ederim. Videonu bəyəndinizsə like edib abunə olun. Hələlik.